Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və Britaniya Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini Dosent İsmail Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi baş həkim Bəxtiyar Musayev, Britaniya Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi əməkdar həkim Ceyhun Məmmədov memoranduma Azərbaycan səhiyyə sistemində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, elmi tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl Britaniya tibbi təcrübəsinin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığının strateji sənəd kimi dəyərləndirib. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, imzalanmış memorandum çərçivəsində tərəflər arasında birgə elmi tədqiqatların aparılması, həkimlərin bilik və bacarıqlarının artırılması, təlim və seminarların təşkili, mütəxəssis mübadiləsi, eləcə də müasir müalicə və diaqnostika metodlarının tətbiqi istiqamətində səmərəli əməkdaşlıq həyata keçirilir. Britaniya Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli çıxışında memorandumun iki ölkənin tibbi ictimaiyyəti arasında əlaqələrinin daha da dərinləşməsinə, bilik və təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradacağını vurğulayıb. Bu əməkdaşlığın Azərbaycan səhiyyəsinin inkişafına, xüsusilə qadın və uşaq sağlamlığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların tətbiqinə mühüm töhfə verəcəyini əminliklə bildirib. Daha sonra memorandumu Mərkəzi Gömrük Hospitalının rəisi baş həkim Bəxtiyar Musayev və Britaniya Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli imzalayıblar. Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının rəisi baş həkim Bəxtiyar Musayev Britaniya Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli ilə xatirə hədiyyəsini təqdim edib.
Tədbirin sonunda xatirə fotosu çəkilib. Zakir Rəhimbəyli, Rəsul İsayev, Səs TV xəbər.